Bəli, əziz izləyicilərimiz, əziz tamaşaçılarımız, biz hardayıq? Biz bu günəm Samux rayonunda Qarağacı kəndindəyik. Səyahət müəllimi çəkdik və indi sizə qocaman bir müəllimi təqdim edirəm. Adını soyadınız? Əlizadə Gücəhrəm Seyid qızı. Güzel müəllim, neçə il təhsil sahəsində çalışmısınız? 44 il. Hansı fəni tədris eləmisiniz? Əvvəlcə mən 1980-ci ildə Gəncə Pedaqoji Məktəb İnstitutunun Riyaziyyat fakültəsini qurtarmışam. Ağdaş rayonunun Qərbli kəndində 3 il işləmişəm. 83-cü ildən də Habil Məmmədov adına orta məktəbdə təhsil vermişəm şagirdlərə. Çox gözəl. Və biz sizi kimlərlə fəxr edirik, qürur duyuruq. O gün olsun ki, inşallah sizin nəvələr üçün gələk gözəl çəkiliş eləyək. Allah təala sizə uzun ömür, can sağlığı versin. Neçə yaşınız var hal-hazırda? Mənim 69 yaşım bitdi 21 günü. Buraya gəlmişsə, gələn mənim 70 yaşı olacaqdır. Allah qoysun. Hansı tədris eləmisiniz müəllim? Mən ibtidai sinifə dərs Çox demişəm. gözəl. Ulu öndərimiz demişkən müəllim peşəsi ən çətin peşədir, ən şərəfli peşədir. Amma peşənin də içində ən çətini hansıdır? İbtidai sinifdir. İlk əlifbanı, ilk ana sözünü, ata sözünü öyrədən kimlərdir? İbtidai sinif müəllimləri. Siz adınıza sağ ol deyil müəllim. Çox sağ əlinizlə. Sağ ol. Sağ ol verin əlinizə. Təşəkkür edirəm. Çox sağ ol. Sağ ol. O gün olsun ki, biz sizin 75, 80, 90 yaşınıza gələk. Çox sağ ol. Minnətdaram. Neçə nəvəniz var? Neçə övladınız var? 3 evladım var. Biri Samux rayonunda hüquqşünas işləyir. Biri hərbiçidir, 18 il Kəlbəcər rayonundadır. Bir qızım var. 5 dənə də nəvəm var. Allah saxlasın. Hörmətli izləyicilər, bu gün 24 dekabrdır. Müəllimə uzun ömür, can sağlığı arzu edirəm. Təşəkkür edirəm minnətdarınızı. Sağ olun.